Salam, hər vaxtınız xeyir şagirdlər və izləyicilər. Bugün bucağın radianı və dərəcə ölçüsü istənilən bucağın trigonometrik funksiyaları bölməsinə baxacağıq. Trigonometrik funksiyaların iş bölməsi. Vaxt uzatmadan iki suala baxaq. Bir nömrəli sualda dərəcəni radiana çevirmək istəyir. Biz dərəcəni radiana çevirməkdən ötürü dərəcəni pi bölünsün 180-ə vurmalıyıq. Bunlar hər ikisini də sıfıra atacaq və hər ikisini 2-yə bölsək, burada 9, burada 2 qalır, bu da bərabər olur 2 pi bölünsün 9-a. Yəni Y variantı. İkinci sualda radiandan dərəcəyə keçirmək tələb edir. Bunlar çox rahatdır. Pi bölünsün 5 vurulsun 180 bölünsün pi baxacaq. Yadda saxlamanın da ən rahat yolu budur ki, məsəl üçün radianla veribsə, biz radianı yox eləməliyik. Yəni pi'lər getsin deyə pi'ni məxrəcdə yazarıq, 180-də sürətdə yazarıq. Pi'lər getdi, 180-də 5-ə böləndə 36 qalır, bu olur 36 dərəcə. E variantı. Üç nömrəli suala baxaq. 3 nömrəli sualda bizə cədvəli bilməyimiz lazımdır. Sinus pi çıxılsın 4 kosinus pi üstəgəl 2 tangens pi bölü 4. Birinci növbədə gəlin bunları bucaqlara çevirək. Bəlkə sizə elə rahat olar. Sinus pi uşaqlar 180 kimi qəbul olunur. Yəni bu 180 dərəcə çıxılsın 4 kosinus 180 dərəcə üstəgəl 2 tangens pi bölü 4 olacaq. 180 bölü 4 45 dərəcə. Bərabərdir. Sinus 180 dərəcə dağılır 0. Olacaq 3 vurulsun. 0 çıxılsın. 4 vurulsun. Kosinus 180 dərəcə dağılır -1. Kosinus x ox üzərində daxı 0-da alır 1. 180-də alır -1. Üstəgəl tangens də 45 dərəcə dağılır 1. Olacaq 2 vurulsun 1. Bərabərdir. 0 üstəgəl 4 üstəgəl 2. Yəni 6. Növbəti sual, 4 nömrəli sualda da eyni qayda ilə biz bunları bucaqlara çevirməliyik. Çevirək. 3 sinus pi 4 nömrəli sual var. 5 kosinus 3 pi bölü 2 çıxılsın 2 sinus 3 pi bölü 2 üstəgəl 3 kotangens pi bölü 4 bərabərdir. 3 pi bölü 2. Pi'ni 180 kimi qəbul edəsək, 180 ilə, bu 180-dir. 180 ilə 2'yə bölünür. Burada 1, burada 90 qalır. 93'ə böləndə 270. Burada 5 kosinus 270 çıxılsın 2 sinus 270 üstəgəl pi bölü 4'ü bayaq demişdik. 3 kotangens 45 bərabərdir. Kosinus x ox üzərində olduğuna görə x oxunda qiymət alırsa, 1 və -1 qiymət alırsa, y ox üzərində 0 qiymət alacaq. 270 dərəcədə y ox üzərində olduğuna görə olacaq 0. Yəni 5 vurulsun 0 çıxılsın. Sinus 270'də alır -1, 2 vurulsun -1 üstəgəl 3 vurulsun 1. Yəni 0 üstəgəl 2 üstəgəl 3 bərabərdir 5'ə. Nömrəli sual eyni şeydir. Biraz bucaqlardan çıxaq. Baxaq 8 nömrəli suala.
bucaqları əzbər bilinməlidir. Bucaqları əzbər bilinsə sadədir bunlar. 8 nömrəli sualda da x pi bölü 4 verib. Pi bölü 4'ü 45 dərəcədə yazıb istifadə eləmək olar. Bizdən də jx bərabərdir kosinus 2x çıxılsın sinus 4x çıxılsın tangens x ifadəsini soruşur. X-imiz nədir? 45 dərəcə. Yəni y 45 axtarıram mən. Harada x görürəmsə yerinə 45 yazıram. Kosinus 2 vur 45 çıxılsın sinus 4 vur 45 çıxılsın tangens 45 bərabərdir. Bu olacaq kosinus 90 dərəcə çıxılsın sinus 180 dərəcə çıxılsın tangens 45 dərəcə bərabərdir. Kosinus 90 dərəcədə alır 0. Çünki 90 dərəcə artıq y9 üzərindədir. Sinus 180 də alır 0. Tangens 45 də alır 1. Bu olacaq mənfi 1. A variantı. Dokuz nömrəli sual eynisidir. Baxaq 10 nömrəli suala. Tangens x üstəgəl 3 kotangens x üstəgəl m bərabərdir 0. Bizdə də x verib pi böl 4. Yenə deyirəm, sizə radianla çətindirsə, bucağa çevirin. Həmən bucaqla yazın. Tangens 45 dərəcə üstəgəl 3 kotangens 45 dərəcə üstəgəl m bərabərdir 0. Tangesdə, kotangensdə hər ikisi 45-də eyni qiymət alır. Yəni 1 alırlar. Olacaq 1 üstəgəl 3 vurulsun 1 üstəgəl m bərabərdir 0. Burada da m pi 4 bərabər olacaq 0. M də bərabər olur mənfi 4-ə. Bizdən də 10 nömrəli sualda m-i tapın deyirdi. Mənfi 4 y variantı. O birisilərdə variantlar yazılan xətdən çıxır. On iki nömrəli suala baxaq. Bizdə C bucağını 90 dərəcə verib. Görün burada figurlar var, yoxdur, özüm çəkməliyim. A-dır, B-dir, C-dir və alfadır. Trigonometrik nisbətlərə görə biz sinüs alfa, kosinüs alfa nəyə bərabərdir onu bilməliyik. Baxaq, sinüs alfa nə edir? Sinüs alfada deyir ki, qarşı katetin, alfanın qarşıdakı katetin hipotenuza nisbəti, yəni A-nın C-yə nisbətidir. Kosinüs alfa isə bu alfaya bitişik katetin hipotenuza nisbətidir. Yəni bunların hasili bərabərdir A böl C vur B böl C. Bu da bərabərdir AB bölünsün C kvadratına. Bugünlük bu qədər. Abunə olmağı, rəy bildirməyi və bəyənməyi unutmayın.